Əziz və dəyərli müsəlmanlar, Allahın salamı, bərəkəti, rəhməti hər birinizin üzərinə olsun. Allahın iznə bu dəvəki çatdıracağımız mövzu birlik və həmrəylik İslam dininin əsasıdır. İslam dininin gəliş qayəsinə baxdığımızda hər zaman insanları bir arada olub və Allah subhanahu wa ta'alaya ibadətdə və insanlara xidmətdə də bir arada olmağı istəyir. Çünki insan fərq olaraq bəzən az iş görə bilər. Amma insanlar elə ki bir araya gəldi, Allahın iznə çox iş görüb və xidmətini də böyüdə bilər. Və İslam dininin gəliş qayəsi insanla Allah arasında və insanlarla insanlar arasında olan münasibət düzəltməkdir. Çünki insan bəzən özü ibadət edir. Öz ibadətinə o qədər aldı olur ki, artıq böyük bir ibadət etdiğini sanır. Amma insanlarla münasibətdə olduğu müddət ərzində o insanların ibadət şəkillərinə, o insanların Allah'a yaxınlığını gördükdə artıq onda nə qədər yanlışları olduğunu və nə qədər az ibadət etdiyini görür. Çünki Allah subhanahu wa ta'alaya biz nə qədər ibadət etsək, nə qədər şükür etsək yenə azdır. Amma insan tək olarkən bunu anlamağı bağlıca çətin olur. Ona görə İslam dini hər zaman insanları birliyə və bərabərliyə çağırır. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, həqiqətən siz ümmətin vahid bir ümmətsiniz. Mən də sizin Rəbbinizəm. Elə isə mənə ibadət edin. Allah subhanahu wa ta'ala buyurur ki, siz vahid, yəni bir ümmətsiniz. Yəni bizim hər zaman bərabər olmağımızı Allah subhanahu wa ta'ala istəyir. Buyurur ki, bir ümmətsiz, bir də olun. Və mən də sizin Rəbbinizəm və mənə ibadət edin. Demək, insanın ibadətində, Allah'a yaxınlaşmasında önemli olan faktor bərabərlikdir, birlikdir. Və birlik nə qədər sabit olarsa, insan ibadət şəkli də o qədər gözəl olar. Və Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem ki, sizdən heç kim özü üçün istədiyi, din qardaşı üçün də istəməkcə kamil iman gətirmiş olmaz. Niyə? Çünki insan hər zaman öz şəxsinə, özünə lazım olanların ən gözəlini istəyir. Qida olsun, ərzaq olsun, geyim olsun, ev olsun, ən gözəlini istəyir. Allah Resulü sallallahu aleyhi ve sellem bu ki, din qardaşınız sizin onu istəmədikcə kamil iman gətirmiş olmaz. Niyə? Çünki artıq biz özümüz istədiyimiz o gözəli, din qardaşımız sizin istəyəndə artıq qəlbimizə kin, küdürət qalmır. Qəlbimizə həsəd qalmır. Çünki onun için ən gözəl olmağını istəyirik. Və Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizə gətirib çıxartdığı mübarək din hər zaman bizi birliyə və bərabərliyə çağırır. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə Süleyman aleyhissalamın qissəsini bizə çatdırır. Buyur ki, bir zaman Süleyman öz ordusu ilə gələndə qarışqaların böyüyü buyurdu ki, Süleyman deyir, bizi tapdalayıb əzəcək və tez yuvalarınıza girin və xəbər verdilər. Və Süleyman aleyhisselam deyir, bunları eşidəndə buyur ki, ya Rabbim sən nə qədər əzəmətlisən ki, bu elmi mənə verdin. Bizim buradan götürəcəyimiz qissədən, hekayədən dəlilimiz nədir bu qissədən? Allah subhanahu wa ta'ala bizi burada çatdırır ki, bir həşərat, bir qarışqa, görür bir ordu gəlir. Yəni əzlədək. Nəinki öz canına deyir, o dedi ki, yuvalarınıza girin. Yəni öz ətrafında olan canlıları belə deyir ki, qaçın siz əzilməyin. Allah subhanahu da bize çatdırır ki, insanoğlu, bir həşərat öz ətrafındayım, öz bərabərində olanları qurtarmağa çalışırsa, sən öz halva bax. Biz özümüzə baxaq ki, biz nə qədər din qardaşlarımızı qurtarmağa çalışmalıyıq. Çünki Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, yaxşılıq və təqva da bərabər olun. Və bu üzrə bərabər addımlayın. Çünki biz nə qədər bərabər olarsa, o qədər sabit olarıq. Və iki şəxsi anladır Allah Resulü sallallahu aleyhi ve sellem. Bu ki, bunların arasında bir münaqişə olur və bir-birindən ayrılırlar. Allah Resulü sallallahu aleyhi ve sellem həmin şəxsin birini çağırır, buyurur ki, Allah rızası için qardaşını bağışla. Çünki siz Allah'ın dinində birsiniz. Peyğəmbəriniz birdir. Dininiz birdir, kitabınız birdir. Sizi ayrı salan məsələ nədir? O məsələ ki, sizə ayrı salır, o sizin nəfsinizdəndir. Həmin də insan buyur ki, vallahi bir qardaşımı bağışladım. Və evindən çıxır gecə saatlarında.
Qaça-qaça həmin sahabənin evinə gedir və onu qapıya çağırır. Qapıya çıxan kimi ilk işi onu qucaqlamaq olur. Buyurur ki, ey mənim qardaşım, Allah şahid ki, mən səni bağışladım. Və sənin mənə dediyin, sənin mənə etdiyin Allah rızası mən bağışladım. Həmin insan buyurur ki, Allah şahid ki, mən də səni bağışladım. Yəni, birlik və bərabərlik qorumaqdan ötürü hər zaman bir şəxs irəli addım atmalıdır. Hər zaman o addım atan biz olaq. Niyə başqası olsun? Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, möminlər yalnız qardaşdırlar. Elə isə qardaşınızın arasını düzəldin. Allah subhanahu wa ta'ala birinci nə buyurur? Siz qardaşsınız. Hər biriniz. Deyir, elə isə qardaşınızın arasını düzəldin. Demək, din qardaşınızla aramızda münaqişə ola bilər. Aramızda fikir ayrılığı ola bilər. Amma bu varsa, bir şəxs ortaya çıxıb bunu düzəltmək məcburiyyətindədir. Yəni, o şəxs niyə biz olmayaq? Niyə din qardaşımızın arasını düzəltməyək? Hətta Allah subhanahu wa ta'ala başqa nə buyurur? Möminlərdən iki dəstə bir-birinə vuruşarlarsa onların arasını düzəldir. Hətta nəinki kidurətə, bir-birinə döyüşə qədər qalxa bilər möminlər. Niyə? Çünki insanda nəfs var. Bəzən nəfsimiz ön plana çıxar, arzularımız ön plana çıxar, ondan dolayı ola bilər. Amma ilk təpki görsədən, bu birliyin, bərabərliyin, ayaq üzərində sabit durmağından ötürü ilk təpki görsədən bizlər olmalıyıq. Və öz-özümüzə sual verək. Neçə nəfər küsülünü biz barışdırdıq? Neçə nəfər din qardaşımızı Allah rızası üçün bərabərlikdə saxladıq? Nə qədər özümüz o sabit qaldıq? İnsan daima buna öz sual verməlidir. Amma bunları da etməkdən ötürü insan özü də bərabərliyin içində olmalıdır. Allah Resulü sallallahu aleyhi ve sellem bizə bir qissə çatdırır. Buyurur ki, iki tayfa var, iki qövm, iki hissədən ibarət olan insanlar. Bunlar deyir, bir gəmidəydilər. Bunların deyir, bir qismi gəminin üst tərəfindədir, biri alt tərəfində. Deyir, bu alt tərəfində olanlar su ehtiyacını ödəməkdən ötürü bəzən üst tərəfə çıxırdılar və üstlərlərdən su istəyirlər. Və deyir, bunların içində bir nəfər dedi ki, biz hər dəfə çıxıb yuxarıdalara əziyyət verincə, gəmini deşib özümüz buradan rahat su götürək. Allah Resulü sallallahu aleyhi ve sellem ki, əgər deyir, o altda olanlar bu fəlakəti etsələr, üstü olanları da batıracaqlar. Demək, bir şəxs fəlakətə gedirsə, artıq bunu düzəltmək fərd olaraq hamımızın üzərindədir. Bu yaşadığımız kainatda bir gəmi təsəvvür edək. Bu gəmidə əgər bir insan fəsad çıxardırsa, o fəsaddan hər birimizə bulaşacaq. Ya özümüzə, ya evlatlarımıza. Çünki mümkün deyil. Bu fəlakətdən bulaşmamaq, bu fəlakətə bulaşmayıb, çıxıb getməmək mümkün deyil. Ya özümüzə çatacaq, ya evladımıza. İslam dini ona görə deyir ki, bu bərabərlik siz qoruyun, saxlayın. Və iki şəxs sahabələrin dönəmində arasında münaqişə düşür. Və bunlar bir dönəm bir-birindən ayrı gəzir. Və bir gün əməl salih bir insan çıxır ortaya, bu ki, qardaşım, xəbərim var ki, hər gün şeytan sizin yanınızdan keçəndə hər birinizə gülür və gedir. Ki, iki mömin qardaşı mən bir-birindən araladım. İki bərabər şəxsi bir-birini araladım. Niyə özünüzü şeytana güldürürsünüz? Siz ki, bərabər olmalıydınız. Həmin şəxs bu ki, vallahi mən o din qardaşımı bağışladım. Və Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir qissə çatdırır. Və bu gün hər kəs məsciddən evinə gedəndə Allah rızası üçün bir şeylər ikram etsin. Allah rızası üçün bir şeylər bağışlasın. Hər kəs evinə gedir və sahabələrdən biri. Deyir, mən evimə getdim, vallahi yiyəcək bir şeyimiz yox idi. Və həmin sahabə ağlayır və dua edir. Ya Rəbbim, bu günə qədər kim mənim haqqıma giribsə, kim mənə haqsız yerə incidibsə, haqqımı sədəqə olaraq bağışladım. Və həmin şəxs səhər meclisə gəlməmişdən öncə Allah Resulü sallallahu aleyhi ve sellem sahabələrlə söhbət edir. Və o meclisə daxil olanda Allah Resulü sallallahu aleyhi ve sellem ki, haqqın sədəqə vermiş şəxs daxil oldu. Və Allah Resulü ki, mübarək o şəxsə ki, öz nəfsin yendi. Çünki o insan bu ki, heç nəyim yoxdur.
Yalnız verə biləcəyim məni incidənlərin haqqımı halal olaraq, sədəqə olaraq verdim. Və böyük bir İslam alimi cənnətdə həmin şəxsi deyir, yatdım, yuxuda gördüm, Allahın rəhmətinə qovuşmuş bir şəxs idi. Çünki Allah Resulü nə buyurur? Deyir, qəbir kimlər üçün cənnətdən bir bağça, kimlər üçün cəhənnəmdən bir çuxurdur. Deyir, o gözəl bir məkanda gördüm. Və ondan soruşdum ki, səni bura çatdıran nədir? Bu ki, qəlbimdə olan kini atmağım. Heç zaman mömin qardaşlarımıza qarşı kin bəsləmədim. Hər zaman bərabər olmaq istədim. Hər zaman bu birliyi qorumaq istədim. Allah Subhanahu wa Ta'adan birinci öz nəfsimə, sonra sizlərə. Hər zaman Allahın bu dini uğrunda, hər zaman birliyi uğrunda mübarizə aparıb və hər zaman içimizdən bu kin ködəti çıxaran bir qullardır əzim. Vallahi, billahi, tallahi, İslam dinə bundan üstün ant yoxdur. İçində kin olan, kibir olan şəxs vallahi təbəssüm edə bilmir. Vallahi ki, tam səmimi gülə bilmir. Çünki o kibir imkan vermir. O kibir içimizdən çıxartmalıyıq.